Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Umdetül Fik kitabında, namaz kitabında ikinci bölümü götürürük. Bəbu salatil marid. Xəstənin namazı bölümü. Yəni xəstə kəs necə qılmalıdır namazı? Xəstə olan kəs namazı ayaqüstə qıldıqda onun xəstəliyi artarsa da oturaraq qılır. Əgər oturaraq da bacarmırsa da uzanaraq qılır. Əsl olaraq ayaqüstədir. Deyək ki, ayaqüstə qılsan xəstəliyin artacaqdır. Söhbət fərz namazlarından gedir. Oturub qılırsan, yaxşı otura da bilmirsən, uzanıb qılırsan. Yəni bəhanə yoxdur. Necə ki, bu barədə hədis gəlmişdi. İmran ibn Hüseyndən radiyallahu anhudan gələn hədisdə demişdi ki, mənim bəvasirim var idi. Babasir deyək də, bəvasirim var idi. Nəbi sallallahu aleyhi ve sellem mən namaz barəsində sual verdim. Və dedi ki, ayaqüstə qıl. Yəni namazı ayaqüstə qıl. Bacarmasan, oturaraq qıl. Bacarmasan, böyür üstə qıl, yəni uzanaraq qıl ki. Hədis Buxaridədir. 1117-ci hədisi. Allah subhanahu ta'ala da Həd surəsində deyir ki, وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ. Yəni Allah ta'ala sizə dində heç bir çətinlik qoymuyubdur. Yəni çətinlik qoymuyubdur, sən çıxılmaz bir vəziyyət qoymuyubdur. Hər şeydə çıxış yolu var. Yəni bir kəsə icazəli deyil ki, o oturaraq namaz qılsın, yalnız ayaqüstə durmaqdan aciz olarsa da belə qıla bilər. Yəni bir kəs əmən oturum qılım, söhbət fərz namazından gedir. Gələ də yadda saxlayın, fərz. 5 vaxt namazdan söhbət gedir. Aciz olmadan oturaraq namaz qılması ona icazəli deyil. Və yaxud da ki, qiyamda duranda onun çətinliyi artır. Xəstəlik var, ayaqda duranda artır xəstəlik. Bu halda oturaraq qıla bilər. Ki, birdən bunun xəstəliyi artır. Bu halda nə edir? Oturaraq namaz qılır. Buna misal olaraq, məsələn, oturmaq barəsində bir insan mütləq olaraq ayaqüstə dura bilmir. Yaşlı insandır. Elə yaşlılar var, ayaqüstə dura bilmir. Yəni, qiyamda durmaq onun üçün çətindir. Və həmçinin xəstə olan kəs ayaqüstə durmaq onun xəstəliyini artırır. Və yaxud da ki, sağalmasını geyişdirir. Artırmır, amma sağalmasını geyişdirir. Bunlar nədir? Oturaraq namaz qıla bilərlər. Ənes ibn Məlikdən radiyallahu anhudan gələn hədisdə demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem atdan yıxıldı və yaralandı. Sağ tərəfə yıxılır. Fədəxəllə aleyhi və onun yanına daxil olduq. Namaz vaxtı gəldi. Fəsallə qaidən, fəsalleynə qu'udan. Resulullah sallallahu oturaraq namaz qıldı və biz də oturaraq qıldıq. İmama tabi olub qılıblar, imamın arxasında. Hədis Buxaridədir. İbn-i Qudamə rəhməhullah demişdi ki, insan ayaqüstə namaz qılmağa qadirdirsə də, ağaca söykənsə belə, və yaxud da divara söykənsə belə, və yaxud da ki, iki tərəfdən birinə, sağında solunda iki nəfərdən birinə, kiməsə söykənərsə, ləziməhu, li'ənəhu qadirun aləl-qiyam min qeyri darura, fələziməhu kəmə ləv qədərə bi qeyri hədil əşya. Demək, bir insan ayaqüstə durmağa qadirdir, amma ağac tutubdur. Namazda söykənib ağaca. Və yaxud da divara söykənib. Və yaxud da sağında solunda kimsə var, ona söykənibdir. Sən əgər ayaqüstə durmağa qadirsənsə, bunu edirsənsə də namazı qaytarmalısan. İbn-i Qudamə deyir. Çünki deyir, zəruriyyət olmadan o deyir, ayaqüstə durmağa qadirdir. Burada zəruriyyət yoxdur.
Yəni bu adını çəkdiyi əşyalardan başqa bir şeylər də ola bilər. Yəni insan söykənə bilər, üzrü olmadan, amma nə edir deyə namazını qaytarır. Qala ashabuna, İmam Nəvvi rəhməhullah deyir ki, qala ashabuna, yəni şafiçilər demişdilər ki, və la yanqusu thavabuhu an thavabihi fi halil qiyam, li'annahu ma'zur. Demişdi ki, bir insan üzürlü halda oturaraq namaz qılarsa da onun savabından heç nə azalmır, çünki onun üzrü var. Və də həmçinin demişdi ki, ashablarımız deyir ki, yəni şafirlər deyirlər ki, ولا يشترط في العجز ألا يتأتى القيام. Yani ولا يشترط في العجز. Acizlikdə deyil, şərt deyil ki, qiyamda durmağı asatlaşdıracaq nəsə ألا يتأتى القيام. Yani ألا يتيسر القيام. Yani qiyamı asatlaşdırası bir şey yoxdursa da. Yəni sən qiyamda dura bilmirsən, şərt deyil ki, aciz olasan, amma qiyamda dura da bilməyəsən. Elə bir şey ola bilər ki, sən ayaqsa dura bilmirsən. Samolyotda geçsən, ayaqsa duramırsan, məsəl üçün. Avtobusda geçsən, ayaqsa dura bilmirsən, məsəl üçün. Bu acizlik. Yəni zahiri bir çətinliklər də nədir? Ola bilər. Fəizə xafə məşəqqətun şədidə. Əgər şiddətli çətinlikdən qorxarsa da, xəstəliyin artmasından qorxarsa da buna oxşar və yaxud da ki, gəmiyə minibdi, ayaqsa durarsa da, başı fırlanıb, yıxılıb, batarsa da birdən, belə bir şeydən qorxarsa da, bu halda oturaraq namaz qılır, namazını qaytarmır. El-Məcmu'da bunu İmam Nəvvi rəhməhullah demişdir. Və qalə Şeyx İbn Üseymin rəhməhullah, Şeyx İbn Üseymin rəhməhullah demişdi ki, çətinliyin deyir qaydası məzələ bihil xuşu. Əgər orada xuşu vardırsa da, xuşu nədir? Xuşu insan namazda fikri yayılmır. Qəlbinin o namazda olmasıdır. Arxinçilidir. فإذا كان إذا قام قلقا عظيما ولا يطمئن وتجده يتمنى أن يصلي إلى آخر الفاتحة ليرقى من شدة تحمله فهذا قد شق عليه القيام فيصلي قاعدا. Mesela bir insan ayaqsa namaz qılanda hər hansı bir təhlükə olur onun üçün. Narahatçılıq var onun üçün. Arxinçilik yoxdur. Bu halda o insan görürsən ki, istəyir ki, ancaq Fatihəni oxuyub namazı qutarsın. Tez ruku eləsin. Çətinlik çəkir. Çətinlik var. Bu halda deyir insan ayaqsa durmaq onun üçün çətin sayılırsa da bunu eləyir, oturaraq namazını qılır. Yaxşı, bəs necə oturmalıdır? Sual çıxır, oturuş. Qoy deyirik oturmaq. Necə oturmalıdır? Mutarabbiyan alə ilyətihi. İnsan bardaş qurur oturur. Yanlarının üstündə yerdən bardaş quraraq elənçə oturur. Şeylərini isə, bu qamış sümüklərini isə yakuffu saqihi ilə fəxizihi və yəsəmmə hədəl cülus tərəbbə. Yəni, bu formada bu qamış sümüklərini də gətirir, bitişdirir deyə. Bura nə sayılır bizdə? Bud sayılır da, bəli, budlarına tərəf. Bu oturuş tərəbbə oturuş. Sanki dörd buzaq kimi oturursan beləcə, yəni. لأن الساق والفخذ في اليمنى والساق والفخذ في اليسرى كلها ظاهر. Yəni belə olanda sağ tərəfdə, sol tərəfdə budla bu qamış sümükləri görsənir. Bu formada olur. İkisini də görə bilirsən, yəni. Sən oturuşda belə oturanda. Çünki də iftiraş forması, iftiraş nədir? Biz namazda təşəhhüd otururuq. O formada oturmaq, burada qamış sümüyü nə edir? Baldırın altında və budun altında nə edir? İtir. Biz nətər oturuq bilirsiniz də formada. Amma bu tərəbbü oturuşda isə bu dörd əza özü də nədir? Üzə çıxır. Yəni budla qamış sümüyü. Yaxşı, tərəbbü, bu oturuş vacibdirmi? Bu formada oturuş vacibdirmi? Xeyr, vacib deyil. Sünnədir. Yəni biri yerdən oturub qala bilmir də o formada. Əgər insan o təşəhhüddə oturduğu kimi oturub
Muftəriş deyirlər. Elə namaz qılarsa da heç nə olmaz, problem deyil, qıla bilər. Yəni və yaxud da ki, buna oxşar formada otursa yerdə oturaraq qılası olsa, bu da heç bir işgəli yoxdur. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bacarmasan oturaraq qıl. Burada o keyfiyyəti bəyan eləmir ki, sən hansı keyfiyyətdə oturmalısan. Əgər insan desə ki, yaxşı, bu mutarabbi oturuşa, bu formada 4 bucaq deyək də formada oturuşa dəlil vardımı? Cavabı düşü, bəli, var. Ayşə radiyallahu anh'a demişdi ki, Nəbi sallallahu əleyhi və səlləmi gördüm, o yusalli mutarabbiyan. Mutarabbiyan izah elədim sizə, yəni budunun və qamış sümüklərini belə bardaş quraraq oturur. Bardaş quraraq oturur. Çox vaxtı elə oturanda insan rahat olur. İnsan yerə tam olaraq yapışır da, o bardaş quraraq oturanda rahatlıq olur insanda. Məlumdur ki, ennel qiyamə yahtac ilə qira'atin tawilatin atval min qavl Rabbə xfirli vərhamni. İnsan qiyamda duranda, o oturuşda qiyam sayılır əslində. O mənada ki, insan aciz olubdur deyə qiyamdan oturubdur. İnsan qiyamda namazı uzun qılır. Fatihəni oxuyur, ondan sonra başqa sure oxuyur. Amma o təşəddüdə oturan və iki səcdə arasında oturulan oturuş, iftiraş oturuşu isə muftəriş oturuş. Bu, Allah məni bağışla, mənə rəhm elə. Yüngül bir duadır da edir orada. Bunun üçün də Ət-tarabbu oturuş daha nədir? Əfsəldir. Və li-əcli fəidətun uxra və həmçinin burada başqa bir fayda vardır ki, və innə təfriqə beynə qu'udul qiyami vəl-qu'udul-ləzi fi məhəllihi. Liənnənə ləv qulnə yəftərişu fi hali qiyam, fi hali qiyam, ləm yəkun hunəkə fərq beynəl-culusu fi məhəllihi və beynəl-culusul-bədəli, əlləzi yəkunu bədəli əlləzi yəkunu bədəlul-qiyam. Yəni, belə oturmaq daha əfsəldir ki, sən oturursan bu formada, bardaş quraraq oturursan, ruku elədin, sonra səcdəyə getdin, iki səcdə arasında oturuşun, təşəhhüdün, sən neyirsən, belə elədikdə, bunların arasında bu oturuş, sanki qiyamda durmuşla, o oturmaq arasında fərqlər olur burada. O oturuş sənin üçün zəruriyyətdə oturursan, ehtiyacın var deyə oturursan. Belə olduqda, sən bunların arasında ayıra bilirsən. Sən bu oturuş qiyam oturuşudur. Bu oturuş iki səcdə arasında olan oturuşdur. Bu beləncə ayıra bilirsən rahatlıqla. Və izə kənə fi halli ruku qalə ba'duhum. Ruku halında bəzilər deyir ki, o ruku halında muftəriş kimi durur. Necə? Təşəhhüdə oturduğun kimi oturursan, prosto rukuya gedirsən o formada. Bəziləri belə deyir. Səhih olan odur ki, ruku halında belə o mutarabbiyan olur. Bildiniz o mutarabbi nədir? Yəni, çünki liyənnə raki'a qaimun qad nasaba saqihi fəxzi. Çünki deyir, ruku edən neyinifdir? Rukuda olan kəs duran bir kəs ki, durandır, yaxsa durandır. O deyir, qamış sümüyündən budunu neyinifdir? Düz qoyubdur. Yəni, ikisindən eləməlidir, yerə qoymalıdır. Və leysə fihi illə inhinəu əz-zahr. Yəni, çünki rukuda bir dənə belə aşağı əymək var da. Deyir ki, hədəl mutarabbi'u yəbqə mutarabbi'an. Bu kəs nətər ki, namaza başlayıb oturaraq, elə rukuya gedəndə də elənti qalır. Ruku edir o formada, o halda. Bu da səhih olanıdır bu məsələdə. Amma nafilə namaza gəldikdə isə, nafilə namaz üzr olmadan da insan oturaraq qıla bilər. Bu qalsın, inşallah davam edərik. Barakallahu fikum. Suallı